Qarlı və soyuq havadan demək olar əsər əlamət qalmayıb. İndi Laçında əsl yaz havasıdır. Yaz gəlişi ilə açıq havada çay içən ağsaqqallar, həyətində yuxa bişirən ağbirçək və bu torpağı dayanmadan abadlaşdıran insanlar. Burada yaşayan, çalışan hər kəs bu torpaqlara təkcə öz ayaqları ilə yox, elə öz zəhməti ilə də qayıdır. Onların işi bu torpaqlara yeni ümid, yeni nəfəsdir. Tikilən hər bir bina, çəkilən hər bir yol, açılan hər bir qapı bu torpaqların gələcəyinə atılan bir addımdır. Laçın artıq xatirələrlə yox, yenidən qurulan həyatla yaşayır. Əslində elə bax bunun üçün qayıtmışıq. Yenidən qurulub yaratmaq üçün. Bu baxımdan bir qrup Laçın sakinində özünə məşğulluq proqramı çərçivəsində təqdim edilən aktivlər burada məskunlaşan insanların məşğulluğuna böyük dəstəkdir. Planım belə hələ ki indi öz evimizdə öz yerimiz var. Orada məşğul olaq. Ondan sonra İnşallah Allahın köməkliyi ilə işimiz genişlənsin, işimizi böyüdək, Laçın sakinlərimizə qulluq eləyək. Mən özüm köhnə Laçının şirniyyat çəxicisi olmuşam. Ona görə də çox sevinirəm ki, köhnə günlərimizi davam elətdirərik. Sevda xanım deyir ki, 30 il öncəki şirniyyatların tamını yenidən dadmaq istəyir. Bu avadanlıqlar vasitəsilə də un məmulatları istehsalı artıq daha da rahat olacaq. Dərzi sexi, avtoçilingər, dönərxana və kişi bərbərxanası xidmətləri üzrə kiçik biznesini qurmaq istəyənlər üçün də şərait yaradılır. Avtoçilingərlə məşğulam, özüm ustayım, 15 ildir fəaliyyət göstərirdim Ağcabədi rayonunda. Hal-hazırda indi 1 il 2 aydır Laçına köç etmişik. Çox şadam ki, bu günlər mən burada avtoçilingərlə öz sənətimi davam etdirəcəm. Özünü məşğulluq proqramı ilə kiçik təsərrüfatları yaradılan şəxslərin sayı artıq 221-ə çatıb. Yəni doğma el-obamıza öz işimizlə qaydırıq. Bugünə qədər ümumilikdə 4000-ə yaxın köç etmiş iqtisadi fəal əhalinin 4000-ə yaxını artıq müxtəlif məşğulluq tədbirlərinə cəlb olunub. Onlardan 2800 nəfər müvafiq işlərlə təmin olunub. 150-yə yaxın vətəndaşımız isə bu və digər istiqamətlər üzrə peşə hazırlığı kurslarına cəlb olunub ki, bu peşə hazırlığı kurslarını bitirdikdən sonra da onların müvafiq işlə təminatı həyata keçiriləcək. Onlardan biri də Namiq ustadır. Laçınlılar onu yaxşı tanıyır. Buranın məşhur bərbəridir. 2024-ün may ayının 9-undan köçmüşəm. Bir müddətdir ki, fəaliyyət göstərirəm. Hər şey yaxşıdır, hər şey gözəldir. Şükürlər olsun yenə vətəndəyik. Çoxdan ki arzumuz idi. Arzumuza qovuşduq. Çalışırıq ki, öz vətənimizdə fəaliyyət göstərək, insanlara xeyirli olaq, cəmiyyətə xeyirli olaq. Həmçinin Laçın sakinləri də işlə təmin olunsun, Laçın sakinləri də işləsin. Dövlətimiz sağ olsun, bizlərə hər tərəfli qayğı göstərir. Qısaca, Laçında təkcə evlər yox, iş yerləri də açılır. Sakinlər təkcə yaşamağa yox, işləməyə də qayıdırlar. Çünki həyatın davam etməsi üçün iş də lazımdır, çörək də. Rəhilə Rafiq qızı Xalid Əliyev, Vüsalə Məmmədzadə, ASTV xəbər.